Salam dostlar, Ayvazoğlu TV efirdə sizinlə mən Şahəddin Elxan Mayıloğlu. Xoş gördük, nə var, nə yox, necəsiz? Çərşənbə axşamı və biz növbəti canlı yayımızdayıq dostlar. Və Heydəroğlu Əliyev İlham da bizim prezidentimiz, yəni ölkəmizi tanıyan prezidentimizlə bir yerdə söhbətə başlayırıq. Və Heydəroğlu Əliyev İlhamın şərəfsizliyindən, qeyrətsizliyindən, uğraşlarından danışacağıq dostlar. İndi mən sizə kövrək bir şey göstərəcəm dostlar. Baxın. Kövrək kadrları öyrəyim dostlar. Baxın. İt deyək ki, mən bilmirəm, ola bilər ki, yəqin ki, bunun balalarıdır. Hardansa nəsə tabur gətirir, amma özü acından ölür. Özü yemir, gətirir, qoyur balalarının qarşısına və balalar da baxır yeməyə və görürlər ki, anası qıraqda oturub yeməyə əl vurmur ki, bunlar yesin, doysun. Və o, həmən o parçadan bir parça qopardır da aparır, anasının qabağına qoyur. Və yaxud da deyək ki, onlara yemək verən o adamın. Hər şey belədir dostlar. Yəni, insan bu dünyada canlıların içində yeganə şüurlu vücuddur ki, yəni o düşünməyi bacarır. Məndə çox təəssüflər olsun ki, dünyada ən şərəfsiz, ən ləyaqətsiz canlı da məhz insandır. Və bu ən şərəfsiz, ən ləyaqətli insanlardan biri də məhz bugün Azərbaycanı bugünə gətirən, bu indiki halına gətirən Heydəroğlu Əliyev İlhamdır. Təbii məsələdir ki, burada Heydər Əliyevin rolu da böyükdür. Siz hamınız bilirsiniz. İtdir ki, ona verilən şeyi yarı bölür. Baxın dostlar. Amma bu şərəfsizlər, bu ləyaqətsiz insanlar Azərbaycanın sərvətini talayır, heç olmasa minimum pul vermir ki, bu millət yaşasın. Siz də buna cənab prezident deyirsiniz. Baxın, həyatın ironiyasına baxın dostlar. İtdiyindən İlham Əliyevdən ləyaqətli və şərəflidir. Təsəvvür edirsiniz.